Sonuncu cələsə ilə sizin xidmətinizdə olacaq gözəl tərkiblərlə çox sadə və incə tərkib ilə istəyirik başlayaq. Biz sındırmanı öyrəşmişdik birinci sındırmanı yapışdırma ilə. İstəyirik bu sındırmanı tərkib eləyək bir ütüləmə üçüncü vəziyyətinə. Sındırma bu idi. Deyirik 1, 2 yapışdırma vəsətdə vurulurdu. Becay bu yapışdırma gəlirik nə edirik? Ütüləmə vururuq üçüncü vəziyyət. Bu halət olur. Deyirik 1, 2 ütüləmə. Və yenə təkrar sındırırıq, yendiririk, ütüləmə. 1, 2 ütüləmə. 1, 2 ütüləmə. Bunun əllərindən də eləyə bilirik təğyirat verək. Xatirinizdə olsa biz birinci sındırmada dedik ki, hansı ayaq sınır, o əldə sınır başın dalısına. Bu da təğyirat verə bilirik. Təzaddan istifadə eləyək. Əgər sağ ayaq sınır, sol əl sınsın başın dalısına. Yəni bu ittifaq düşsün. Sındıraq, yendirək və ütüləmə. Atılması da ki, hətmən vardır. Deyirik 1, 2 ütüləmə. 1, 2 1, 2 Birinci yapışdırma ki işlədik, eləyə bilirik bir tədad bizatlar onun bəğəlinə izafələdək ki, bahis olsun, şirinliyi çoxalsın. İstilahən buna deyirik biz bəzəh. Hərəkətə bəzəh veririk. O zaman bu hərəkətə bəzəh verə bilirik ki, təsəllutumuz var. Niyə gəlib intiqab eləmişik bu birinci yapışdırmanı? Bu illətə ki, əvvəlin hərəkəti ki, siz bu dövrədə öyrəşmişsiniz, həman hərəkətdir. Açıq bağlı bəzəh bu hərəkətin adını qoyuruq. Əllərdə bir təğyirat olur. Qartal əli ki saxlırdıq və ayaqlarımız sadə yapışdırma icra olunurdu. Bu seri hər yapışdırmada əllər bir də təğyiri pozisyon verir. Deyirik 1 açılır, 1. Yəni tərkibi qartal, açıq qartal olur. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Lütfən başlayın təmrinə. Birinci yapışdırma, əllər açıq bağlı bəzə. Dövrəmiz başa çatdı. Çox məmnunam ki, bizdən yol bir oldunuz. Ümidim vardı ki, bu dövrə müsbir səmərli ola bilsin biləcə. Videolara kamil baxmış olasınız, vaxt qoyasınız bunlara. Və əgər bir sual olsa, hətmən bizdən soruşun. Bir də kadım olacaq biləcə. Bir rəqsi, bu tamam hərəkətləri ki, biləcə öyrətmişəm, əncam verəcəm. Baxın, olğu bərdar eləyin və onun üzrə təmrin eləyin. Sizlərdə bir kadımız olacaq, çox müzəzzə. O da budur ki, İkinci fəslimizdə tezlikdə amadə olacaqdır. Sizlərə bir vicə və mütəfavit bir təxfifimiz olacaqdır. Kod təxfifi bu aşağıda biləcə veriləcəkdir. Dərxwastım var, bunu yaddaş eləyin, özünüzdə saxlayın ki, taza pəkimizdə həmrah olun biləmizdə.